Abşeronda qız üstündə kütləvi dava olub. Qeyd edim ki, hadisə Xırdalan şəhər Kristal 1 ünvanında qeyd alınıb. Belə ki, 6 nəfərdən ibarət şəxslər bir nəfərin üstünə düşüb və hazırda əlimdə gördüyü taxtı ilə əvvəlcə onu burada döyüblər. Sonra isə bir bıçaq zərbəsi vuraraq aradan çıxıblar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və şübhəli şəxslərin saxlanması istiqamətində tədbirlər görülür. Xırdalan şəhərində gecə saatlarında baş verən dəhşətli kütləvi dava şəhərin sükutunu pozub. Məlumata görə 6 nəfər bir nəfərə qarşı qəddarcasına hücum edib. Əvvəlcə yumruq və təpiklərlə döyərək, sonra isə bıçaqla ağır yaralayıblar. Hadisənin qız üstündə baş verdiyi iddia olunur. Şahidlərin sözlərinə görə 22 yaşlı Vüsal Orucov qan içində yerdə qalıb. Ətrafdakıların köməkliyi ilə hadisə yerinə təcili tibbi yardım çağırılıb. Vüsal Orucov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər isə ərazini tərk edib. Qanlı hadisənin təfərrüatları araşdırılır. Şahidlər bildirirlər ki, bu heç kimin gözləmədiyi anda baş verib. O yanına durub söhbət edirdik yoldaşlarla. Gördük o yandan səsli küylü qova gətirdilər. Bu yandan o yandan girdilər, bu yandan çıxdılar. Zopa ilə vurdular. Sonra da bıçağı soxdu qıçına. Kütləvi dava idi də? Talpay. Talpay idi? Yəni taxtı ilə də döyüblər hətta. Taxta ilə, zopa ilə vurdu, sonra da bıçaq. Hadisə nə üstündə olub, bilmirsən? Bilmirəm. O haqqında məlumatım yoxdur. Tanıyırdınız həmin adamları? Xeyr. Məsələn, döyüləni tanıyırdınız mı? Xeyr. Heç birini tanımıram. Daxili İşlər Nazirinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumi İsrafilli Dinas TV-yə bildirib ki, əməli törədən şəxs və yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür. Axşam saatlarında Abşeron rayonunda moped sürücüləri olan kuryerlər arasında insident olması ilə bağlı polisə məlumat daxil olub. İlkin məlumata görə insidentdə tərəflərdən biri 22 yaşlı şəxs müxtəlif dərəcəli xəsarət alıb. Ərazi polis orqanında araşdırma aparılır. Əməli törədən şəxs yaxud şəxslərin müəyyən olunması istiqamətində tədbirlər görülür. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.